Havanın nisbi və mütləq rütubətliliyi haqqında danışacağıq. Deməli, havanın maye halından qaz halına keçməsinə buxarlanma deyilir. Buxarlanmaya təsir edən 4 vacib amil var. Deməli, yağıntı, temperatur, küləklər və səth örtüyü. Sonra, yer səthinin hər kvadrat santimetrinə ortalama 1 il ərzində 10.020 mm yağıntı düşür. Necə oldu? 1 kvadrat santimetr yerə il ərzində, 1 il ərzində 10.020 mm yağıntı düşür. Bu ortalama qiymətdir. Hər yerdə belə olmur. Məsələn, tropik səhralarda 100 illər boyu yağış yağmayan ərazilər var. Sonra ekvatorial ərazilərdə isə gündə elə bu qədər, nə qədər yağış yağır. Ona görə də bu 10.020 mm ortalama qiymətdir. Sonra, yer üzərində ən çox buxarlanma quru üzərində ekvator xəttinin keçdiyi ərazilərdədir, yəni ekvatorial ərazilərdə. Ekvator hardan keçir? Cənubi Amerika, Afrika, Cənub-Şərqi Asiya. Su üzərində isə tropik enliklərdə okeandadır. Quruda ekvator xəttinin kəsdiyi ərazilərdə oldu. Su üzərində isə okeanlarda, tropik enliklərdə oldu. Ekvatorial enlikdə yox. Tropik enliklərdə okean üzərində baş verdi. Ən az buxarlanma isə, qütbətrafı səhralarda qeydə alınıbdır. Orada günəş istiliyi olmadığına görə buxarlanma ən aşağı kəmiyyətdədir. Var havanın nisbi rütubətliliyi. Bir də var mütləq rütubətliliyi. Mütləq rütubətlilik odur ki, məsəl üçün, deyək ki, 1 kvadrat metrlik yerdir. 20 Selsi temperaturda bu 1 kvadrat metrlik yerdə 17 qram su ola bilər. Yaxud da ki, 30 Selsi temperaturda bu 1 kvadrat metrlik ərazidə 30 qram su ola bilər. Maksimum. Buna deyilir mütləq rütubətlilik. Nisbi rütubətlilik odur ki, məsəl üçün, deyək ki, bu ərazidə 30 qram su olmalıdır, amma 15 qram var. Yaxud 20 qram olmalıdır, 10 qram var. Olmalı olduğundan azdırsa, məsəl üçün, buna da deyirik nisbi rütubətlilik. Rütubətlilik 30%-ə qədərdirsə aşağı sayılır. 30-60 arası normal rütubətlilikdir. 60%-dən çox olanda isə ifrat rütubətlilik hesab olunur. Bir də sizə bu cədvəli göstərim. Baxın, deməli, hava -20 Selsidirsə, 1 kubmetrlik havada 1 qram su ola bilər. -10 Selsidirsə, 2,5 qram su ola bilər. 0 Selsidirsə, 5 qram. 10-dursa 9, 20-dirsə 17, 30-dursa 30 qram su ola bilər. Bunlar məsələlərdə veriləndə yanında mötərizənin içində verilir ki, tutaq ki, 9 qram, 17 qram, 30 qram. Xəritə üzərində də göstərim sizə. Ən çox deməli buxarlanma harda müşahidə olunur? Bax, quru üzərində ekvator xəttinin kəsdiyi ərazilərdə Amazon, məsəl üçün Cənubi Amerikada, Afrikada Kongo, Cənub-Şərqi Asiyada Zond adaları ən çox burada müşahidə olunur. Çünki ən çox yağıntı buralara yağır. Bura ekvatorial iqlim qurşağıdır. Ən çox yağıntı su üzərində isə baxın tropik xəttin kəsdiyi ərazilərdə. Buralarda, sonra şimal tropikinin kəsdiyi ərazilər, baxın, Sakit okean, Atlantik okean, burada Sakit okean. Deməli, su üzərində tropik xətlərin kəsdiyi yerlərdə, quru üzərində isə ekvator xəttinin kəsdiyi yerlərdə ən çox buxarlanma müşahidə olunur. Ən az isə təbii ki, Antarktidada, sonra Şimal Buzlu okeanında müşahidə olunur. Yəni, ən soyuq ərazilərdə qabiliyyət aşağıdır, buxarlanma qabiliyyəti. Burada isə deməli qabiliyyət yüksəkdir. Tutaq ki, böyük səhrada buxarlanma qabiliyyəti yüksəkdir. Yəni su olsa buxarlanacaq, amma su yoxdur. Ona görə buxarlanma aşağıdır. İndi mənə qulaq asın. Testlərdə görəcəyik ki, buxarlanma qabiliyyəti yaxud mümkün buxarlanma söz birləşməsi, bunların hər ikisi eyni məna daşıyır. Mümkün buxarlanma odur ki, harda temperatur çox yüksəkdirsə, orada buxarlanma mümkün olduğu qədər yüksəkdir. Qabiliyyət də eyni mənanı verir. Buxarlanma qabiliyyəti harda yüksəkdir? Ən isti ərazidə.
Məsəl üçün, bir stəkan suyu aparıb indi çölə qoysaq, hava soyuqdur axı, dekabr ayıdır, hava soyuqdur, buxarlanmayacaq. Qalacaq. Paltarı çöldən assaq qurumayacaq. Amma yayın o cır-hacırında aparıb paltar assaq, yaxud da suyu bayıra qoysaq, görəcəyik ki, axşama qədər paltar da qupquru oldu, su da ləyəndə aparıb qoysaq, baxacaq ki, su da qurudu. Yəni nə oldu? Söhbətin məğzi ən isti ərazilərdə buxarlanma qabiliyyəti və mümkün buxarlanma ən yüksəkdir. Soyuq ərazilərdə isə buxarlanma qabiliyyəti aşağıdır. Mümkün buxarlanma da aşağıdır. Buxarlanmanın kəmiyyəti də aşağıdır. Buxarlanmanın kəmiyyəti harda çox olur? Harda çox yağış yağırsa və istidirsə həmin ərazi, orada kəmiyyət çoxdur. O da haradır? Ekvatorial ərazilər və tropiklərdə okeanlar, tropik enliklərdə okeanlar.